tələbəm Faiz bəylə Böyük şəhər daxil sürmə dərsindəyik. Faiz hal-hazırda qırmızı işıqda gözləyirik, düzdürmü? Yaşıl işıq yansa belə, yandıqdan sonra qarşıda yol ayrıcında tıxac varsa, biz yol ayrıcına girməməliyik. Sukan qaranlıq vaxtıdır. Qaranlıq vaxtı yolun elə yollarımız var ki, işıqlandırılmamış olar. İndi burada işıq dirəkçiləri var, müəyyən qədər yol işıqlandırılır. Nisbətən rahatdır. Amma elə yollar var ki, ümumiyyətlə işıqlandırma yoxdur. Ona görə də sukan qaranlıq vaxtı avtomobil eləmək çətindir. Daha çox diqqətli olmalıyıq. Sağ düzü, sol düzünə bax. Yaşa. Yaşlı işıqda sən sür. Sukan qaranlıq vaxtı məhdudiyyətlər çoxdur. Həm qaranlıqdır, biraz azalt və dön, kənar sazuğa düş, yaşa. Həm də ki, bəzən qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsü uzaqlaşan yandırır, o uzaqlaşan digər nəqliyyat vasitəsinin sürücülərin gözünü qamaşdırır. Və ya düzgədən baxan zaman təyin edə bilmir ki, bu avtomobil yaxındadır, yoxsa yox. Sağa dönmüş işini yandırır, bir zor sağa keç, amma sağında baxırsan bir avtomobil dayanıb orada, ehtiyatlı ol. Bax, o nəqliyyat vasitəsinin sürücüsü qaydanı pozur, qardaş. Niyə? Tamam keç sözlərini. Çünki orada aralıda səhv etmirəmsə, orada 0.27 nişan var idi. Və ondan da əlavə, nişan olmasa belə, kəsmədən 5 metr gözləmək lazımdır. Bax, yol ayrıcıdır. Yol ayrıcının kəsmədən 5 metr gözləyib dayanmaq lazımdır ki, çünki bax, o zolağı gördüm, orta zolağı. Orta zolaqda 7 nişanlama xətt çəkmişlər ki, buradan ancaq sola gedə bilərik. Deməli, oradan sağa dönsək, qayda pozuntusudur. Bəzən bax, bizim zolağı zəbt edirlər, getdin. Bizim zolağı zəbt edirlər və biz dönə bilmirik. Dönərək sizə cərimə qayıdır. Kimə görə? Sağımızda dayanan avtomobillərə görə. Düzdür, indi biz var sola. Maşallah olsun, Bakıda insanlar çoxdur, Bakıda maşınlar çoxdur. Dayanma durma problemləri də var. İnsanlar bəzən dayanma durma yer tapa bilmir. Və bu başqa bir məsələ, başqa bir problemdir. Amma hər nə olur olsun, kəsmədən 5 metr gözləmək lazımdır. Başqlarına müalicə yemək olmaz. Öz yoluna davam elə. Necəsən, özün necə istəyirsən? Allah cümlə olsun. Sən maşallah götürmə qabiliyyəti əla olan tələbələrindən. Yoxsa sənə sıfırdan başlamışdıq öyrənməyə. Artıq bizim şəhər daxili icazə dərsimizdir. Biz şəhər daxili sürürük sərbəst şəkildə. Mən müdaxiləməm, əllərim özü düzgün işləyir. Və hətta artıq sukan qaranlıq vaxtı biz çıxmışıq yola. Sukan işdə vaxtı bir neçə və sürmüşük biz şəhərdə. Bax, öz yoluna davam elə, sağını yandır. Düz zolaq sən aparsın, sağını yandır. Piyadanı görürsən, piyadanın ehtiyatlı ol. Gəl, bax, bura artır, azaltma, artır. Bura eyni əhəmiyyətli olan kəsməsidir. Sən onların sağına düşdüyün üçün onlar səni gözləyirlər. Sən azaltmanı azalt, burada piyada ola bilər. Gördün? Bax, qonşu zolaqda avtomobil dayanıbsa, get. Onlar əbəs yerə dayanmırlar, qardaş, yadında saxla. Sağında sonuna bir maşın dayanıbsa, sağını yandır, bir zolaq sağa keç, bax sonra. Keçə bilirsən? Afərin. Onlar əbəs yerə dayanmırlar. Deməli, piyada var və yaxud da hansısa bir maniyə var dayanıblar. Həmişə ehtiyatlı ol. Görsən, sukan qaranlıq var, piyada görsənmədi. Dön, düş, yaşa. Əlasın. İndi burada çəkiliş dayandıram, amma dərsimiz davam edir.